Ondan sonra 17-ci hədis Ən Ömər ibn el-Xattab radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm İzə əqbələl-leylu min həhunə və ədbərən-nəhəru min həhunə fəqəd əftarəs-saim. Ömər ibn el-Xattab radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Gecə bu tərəfdən, yəni məşriq tərəfdən gəldiyi zaman və gündüz də məğrib tərəfdən artıq çıxıb getdiyi zaman artıq oruç tutan insanın iftar vaxtı daxil olmuşdur. Və hədisin mənasında şeyx buyurur ki, orucun şər'i vaxtı artıq keçən hədislərdə keçdi. Yəni fəcrin doğmasından günün batmasına qədər. Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini faydalandıraraq, bildirərək deyir ki, Ənəhu izə əqbələl-leylu min qibəlil-məşriq, yəni gecə məşriq tərəfdən gəlməyə başlayarsa və ədbərən-nəhər min qibəlil-məğrib, yəni biğurubiş-şəms fəqəd dəxələs-saim fi vaxtil-iftar və həmçinin gündüz də məğrib tərəfdən, yəni günün batması ilə artıq çıxıb gedərsə, artıq oruç tutan insan iftar vaxtına daxil olmuşdur. Əlləzi lə yənbəği ləhu təxiruhu anhu bəl yu'abu bizəlik. Hansı ki, müsəlman insana o vaxtdan sonraya, yəni günün batmasından sonraya orucu, iftarını gecikdirməsi ona yaraşmaz. Əksinə, buna görə insan qınanılmalıdır. Və nəyə görə belə etməlidir? Şəriətə itaət edərək, şəriətə tabi olaraq və itaəti həyata keçirərək və həmçinin ibadətin vaxtını, ibadət qurtaran vaxtdan seçərək insan iftar vaxtı daxil olan kimi gecikdirmədən iftarını etməlidir. Hədisdə götürülən faydalardan birincisi istihbəb tə'cilül-fitr izə təhəqqəqğurubuş-şəms. İftarı tezləşdirməyin müstəhəb olması, əgər günün batması artıq dəqiq bilinərsə, iftarı tezləşdirməyin müstəhəb olması. İkincisi, Ənəhu lə buddə min vücud iqbəlil-leyl əlləzi yuqarinuhu idbarun-nəhər lil-iftar. Yəni, iftar etmək üçün mütləq axşamın, yəni məğribin daxil olması labüddür. Yəni, mütləq məğrib daxil olmalıdır. Gün batmalıdır. Hansı ki, gündüz artıq gün batan vaxtı çıxıb gedir. Gün batan vaxtı artıq iftar olunur. Ondan sonra üçüncü fayda qavluhu fəqəd əftarəs-saim. Hədisdə keçir ki, fəqəd əftarəs-saim həmin vaxtı, yəni gündüz gedib axşam gəldən vaxtı, yəni məğrib vaxtı artıq oruç tutan insan iftar etmişdir. Bunun mənası nədir? Yəni dəxələ fi vaxtil iftar. Yəni iftar vaxtına daxil olmuşdur. Bəzi alimlər deyirlər ki, fəqəd əftarəs-saim, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü ki, artıq oruç tutan insan iftar etmişdir. Sözünün mənası odur ki, insan orucunu, iftarını eləsə də eləməsə də artıq orucu açılmış sayılır. Amma doğru rəy budur ki, bunun mənası odur ki, dəxələ fi vaxtil iftar. Yəni, iftar etmişdirin mənası odur ki, iftar vaxtına daxil olmuşdur. Və bunu da Buxarinin rəvayəti, Buxarıda gələn ləfz gücləndirir. Buxarıda ləfzdə gəlib ki, fəqəd həlləl iftar. Artıq iftar daxil olmuşdur. Yəni, iftar gəlmişdir. Yəni, iftar vaxtı daxil olmuşdur. Allah Teala istifadəlanlardan etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.